Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 40-cı dərs. Təvəlla, təbərra, əmr biməruf və nəhy əz münkər. Təvəlla vəli sözündəndir. Yəni Allahın dostlarını dost tutmaq. Təbərra, düşmənlərinə düşmən bilmək. Əmr biməruf, yaxşılığı əmr etmək və nəhy əz münkər, pisliklərdən çəkindirmək. Dərsimiz 10 ayədən ibarətdir və yeni sözləri dəftərə zəhmət olmasa qeyd eləyin. Və burada elə bir sözlər var ki, digər dərsimizin, yəni praktiki çalışmanın da yeni sözləri buradadır. Ona görə gələn dəfə yenə bu şəkildə paylaşacağıq. Və birinci ayəmiz Əl-İmran surəsi 104-cü ayədir. Bismillahirrahmanirrahim. Vəl-təkun və bağlayıcı li-təkun sözüdür. Sərf elmini bilənlər bilir ki, əmr feilidir. Yəni gərək olsun. Li burada ləm sukunlu ləm, yəni burada gərək sözünü bildirir. Təkun yəni gərək olsun. Minkum sizdən, sizlərdən, aranızdan, ümmətun, bir ümmət, bir cemaat, bir dəstə, yəd'unə sözü və bundan sonra gələn sözlər ki var, yəmurunə, yaxud və yənhavunə, bu sözlər hamısı indiki və gələcək zamandır. Amma gərək olsun sözünə görə bu sözləri biz edənlər, yaxud edən kimi tərcümə edəcəyik. Misal üçün, yəd'unədirsə, dəvət edirlər yerinə dəvət edən, çağıran. Çünki bir ümmət deyə deyirik. Belə Azərbaycanca daha düz olur. Çağıranlar, dəvət edənlər yerinə dəvət edən, çağıran. Tək formatda, ümmət olaraq tərcümə edirik. Ona görə belə tərcümə olunacaq. İləl xayr, yəni ilə tərəf, aə, yəni xeyrə, yaxşılığa tərəf. Və yəmurunə və əmr edərlər, yəni əmr edən, bil-məruf, yaxşılığı. Bir burada yəni ı kimi gedir yaxşılığı və yənhavunə və qadağan edərlər sözüdür. Qadağan edən, yaxud çəkindirən, anil munkar, pisliklərdən, yaxud pis əməllərdən. Və uləykə və onlar işarə əvəzliyhum, əsil əl-muflihun, nicat tapmış şəxslərdir, nicat tapanlardır. Ümumi tərcümədə belədir ki, gərək sizdən, yaxud aranızdan, sizlərdən xeyir işə dəvət edən, yaxşılığı buyuran, yaxud əmr edən və pisliklərdən, pis əməllərdən çəkindirən, qadağa edən bir dəstə, bir ümmət, bir cemaat olsun. Onlar əsil nicat tapanlardır. Əl-İmran surəsi 113-114-cü ayələr. Bismillahirrahmanirrahim. Leysu səvəən. Leysu, leysə sözü deyil deməkdir. Leysu, vav burada cəmi bildirir, deyillər. Və bunun içində onlar sözü var. Onlar deyillər. Səvəun eyni. Yəni onlar eyni deyillər. Onlar bir deyillər. Min əhlil kitəbi, yəni kitab əhlindən, ümmətun, bir ümmət, bir cemaat vardır ki, qaimə, yəni düzgün, doğru. Yətlunə, tilavət edirlər. Təlavə sözünə tilavət edirlər. Oxuyurlar. Əyətilləhi, Allahın ayələrini. Ənə əl-leyl. Yəni leyl gecədir. Ənə, yəni saatları, vaxtları. Yəni gecə vaxtları, gecə saatları. Və hum yəscudun və onlar səcdə edirlər. Ümumi tərcümə deməli 113-cü ayəni tərcümə etsək əgər, onlar bir deyillər, onlar eyni deyillər. Kitab əhlindən doğru bir cemaat, doğru bir dəstə, düzgün bir ümmət vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. 114-cü ayə davam edirik. Yu'minunə billahi vəl yevmil əxir. Yəni bu sözləri hamımız bilirik. Yəni onlar Allaha və axirət gününə inanırlar, iman gətirirlər. Və yəmurunə bil ma'ruf və əmr edirlər yaxşılığı, yaxşı işlər görməyi. Və yənhavunə və çəkindirirlər, qadağan edirlər. Anil munkar. Yəni pis işləri, pis əməllərdən çəkindirirlər, qadağan edirlər. Və yusari'unə və bir-birlərlə yarışırlar, yaxud da tələsirlər. Fil xayrat, fidadə, xayrat, yəni xeyir iş görməkdə, yəni xeyirdə, xeyir işlərdə bir-birlərini yarışırlar, yaxud tələsirlər. Və uləykə və onlar minəs salihin, salih əməli salih şəxslərdəndirlər də demək olar, əməli salihlərdəndirlər də demək olar.
Ümumi tərcümə də belədir ki, onlar eyni deyillər. Kitab əhlindən düzgün bir ümmət vardır ki, onlar gecə saatları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha və axirət gününə inanırlar. Yaxşı işlər görməyi əmr edirlər. Pis əməllərdən çəkindirirlər. Və xeyirli işlərdə tələsirlər. Yəni bir-birlərinə yarışırlar. Onlar əməli salihlərdəndirlər. Üçüncü ayəmiz Nisa surəsi 119-cu ayədir. Nisa surəsi 119-cu ayəmiz deməli əvvəldən deyil. Bismillahirrahmanirrahim. Və bağlayıcı mən kim yettəxiz yəni tutur şeytan, yəni şeytan, yəni yettəxiz özü üçün tutur şeytanı, yəni şeytan kim şeytanı tutursa, vəliyən bir dost, min dandan dunillah, yəni ayrı Allahdan qeyrisi başçı olaraq şeytanı tutursa kimsə, fəqad elə isə qad şübhəsiz ya da əlbəttə xasira, yəni ziyandadır, xusrandadır. Xusran edir, ziyan edir, xusranen, yəni ziyan. Elə xusranı ziyan, yaxud xusran. Mubinən açıq aşkar. Yəni elə isə şübhəsiz açıq aşkar ziyana uğramışdır da deyə bilərik. Ümumi tərcümə etsək 119-cu ayəmizi demək və kim Allahı qoyub şeytanı özünə dost tutarsa, elə isə şübhəsiz açıq aşkar ziyan etdi, ziyan. Belə də demək olar. Və yaxud və kim Allahı, yəni kim Allahdan qeyrisini başçı olaraq şeytanı tutubsa, elə isə şübhəsiz açıq aşkar ziyana uğramışdır. Belə də demək olar. Dördüncü ayəmiz Tövbə surəsidir. Tövbə surəsinin 3-cü ayəsidir. Bismillahirrahmanirrahim. Və əzənun, yəni bildiriş, elan, minəllah, yəni Allahdan, Allah tərəfindən, və rasulihi, və onun peyğəmbərindən, yəni Allah və peyğəmbərindən bildiriş, elan, ilə nəsi, yəni ilə tərəf, nəs insanlar. Yəni Allah və peyğəmbərindən insanlara elan, bildiriş var. Yevməl həc, yəni həc günü, əl-əkbər, ən böyük həc günü Allah və peyğəmbərindən insanlara bildiriş, elan var. Ənəllahə ki Allah bəriun, yəni uzaqdır minəl müşrikinə, yəni müşriklərdən, və rasuluhu, və onun peyğəmbəri, yəni Allah və onun peyğəmbəri müşriklərdən uzaqdır. Demək, burada 3 nöqtə, yəni ki ayət axıra qədər deyil və davamında demək və bəşşiril demək və bəşşirillezine və bəşşiri, yəni və müjdələ əlləzine, o kəsləri ki kəfəru, kafirdirlər, bi'əzəbi əlim, bi'əzəbi, yəni əzabla, bir əzabla, əlim, yəni acılı, dərdli, belə də demək olar, dərdli, acılı, şiddətli. Kafirləri də acı bir əzabla müjdələ kimi tərcümə olunur. Ümumi tərcümə də belədir ki, ən böyük həcc günü Allah və onun peyğəmbərindən insanlara bildiriş ki, elan vardır ki, bildiriş vardır ki, vardır söz deyək ki, daha cümlə düz alsın. Allah və onun peyğəmbəri müşriklərdən uzaqdır. Kafirləri də acı bir əzabla müjdələ. 5-ci ayəmiz yenə Tövbə surəsidir. Tövbə surəsinin demək 67-ci ayəsidir. 67-ci ayə.
Tövbə surəsi 67-ci ayə də eynən əvvəldən başlasa da ortada ayə yarım çıxdı. Bismillahirrahmanirrahim. Demək el-munafiquna. Demək münafik kişilər. Burada kişilər mənasındadır. Vel-munafiqat. Yəni münafik qadınlar. Münafik kişilər və münafik qadınlar. Bura qədər dayanır. Sonra tərcümədə orada başqa sözlər vardı. Orada qeyd olunmayıb. Ya'muruna. Yəni əmr edərlər. Yəni münafik kişilər və münafik qadınlar belə mənaya gəlir. Əmr edərlər. Ya'muruna. Əmr edərlər. Buyurarlar. Bil munkar. Yəni pis işləri görməyi. Onlar pis işləri görməyi əmr edərlər. Və yenhavuna və qadağan edərlər, çəkindirərlər. Anil ma'ruf. Yaxşı işləri qadağan edərlər. Çəkindirərlər yaxşı işlərdən. Yaxşı işlərdən qadağan edərlər. Davamında yenə ayə sona qədər deyil, boşluq var. Nəsullahə. Nəsullahə yəni Nəsullahə yəni nəsi sözü unutmaq deməkdir. Nəsullahə yəni unuttu. Unudurlar daha doğrusu. Onlar Allah'ı unuttular. Keçmiş zamandadır. Nəsullah burada vav nəsu vav cəmdir. Onları bildirir. Keçmiş zamandır. Onlar Allah'ı unuttular. Fənəsiyəhum. Fənəsiyəhum fəilə isə nəsi yəni ki nəsiyə unuttu. Hum onları burada belə gedir də o da. Yəni burada fəilə isə yerinə o da demək olar. Onlar Allah'ı unuttular. O da onları unuttu kimi tərcümə edə bilərik. Elə isə o da onları unuttu. Belə də demək olar. Və ardıca da innəl münafiqinə həqiqətən münafiqlər hum əsil əl-fasiqun yəni əsil fasiqlərdir. Yəni ikiyüzlülərdir. Həqiqətən münafiqlər əsl fasiqlərdir. Yəni innəl münafiqinə humul fasiqun ikiyüzlülərdir. Həqiqətən münafiqlər əsl fasiqlərdir yaxud da ikiyüzlülərdir. Ümumi tərcümə etsək, birləşdirsək bu ayəni, baxmayaraq burada boşluqlar var. Münafiq kişilər və münafiq qadınlar pis işlər görməyi əmr edərlər. Yaxşı işlərdən çəkindirərlər. Onlar Allah'ı unuttular, o da onları unuttu. Həqiqətən münafiqlər əsl fasiqlərdir, ikiyüzlülərdir. 6-cı ayəmiz Tövbə surəsi 71-ci ayədir. Bismillahirrahmanirrahim. O ayəmiz əvvəldən axıra qədərdir. Vəl-mu'minunə və mömin kişilər, vəl-mu'minəti və mömin qadınlar, bə'duhum və onların bəziləri əvliyə dostdurlar. Bə'd yəni bəzisinə. Bə'duhum bə'd sözünü birləşdirsək bir-birinə demək olar. Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Ya'muruna əmr edərlər bil ma'ruf yaxşı işləri və yenhavuna qadağan edərlər, çəkindirərlər anil munkar pis işləri. Yaxşı işləri əmr edər, pis işləri qadağan edərlər. Və yuqimuna s-salata və namazı qılarlar və yutuna zəkah yəni zəkat verərlər və verərlər zəkatı. Və yuti'una yəni itaət edərlər Allah'a, Allah sözü var. Və yuti'una Allah'a yəni Allah'a itaət edərlər. Və rasulahu və onun peyğəmbərinə. Allah'a və onun peyğəmbərinə itaət edərlər. Sonra ulaikə onlar şarə vəzli. Səyərhəm demək səyərhəmuhumullahu demək səyərhəmuhumullahu yəni Allah onlara rəhm edəcəkdir. Sə sözü burada tezliklə Allah onlara rəhm edəcəkdir.
İnnallaha həqiqətən Allah azizun hakim. Yani ki azizun yenilmez kuvvet sahibi, hikmet sahibidir. Yani hakimun hikmet sahibi. Allah hakikaten yenilmez kuvvet sahibi, hikmet sahibidir. Ümumi tercüme de etsek, demek mümin kişilerle mümin kadınlar birbirine dostdurlar. Yaxşı işləri əmr edər, pis işləri qadağan edərlər, namazı qılarlar, zəkatı verərlər, Allah'a ve onun peyğəmbərinə itaət edərlər. Allah onlara tezliklə rəhm edəcəkdir. Allah həqiqətən yenilməz qüvvət sahibi, hikmət sahibidir. Davamında 7. ayəmiz. 7. ayəmiz demək Nəhl surəsi 125. Burada biraz yaxşı yazılmayıb. Demək Nəhl surəsi 125 ayə əvvəldən başlayıb və sonacandır. Bismillahirrahmanirrahim. Ud'u dəvət et ilə tərəf səbili yani yoluna Rabbike öz Rəbbinin yoluna dəvət edin. Bil hikmeti yani bir burada ile hikmet ile vel mau'izati yani mauize ile yaxud öğüt nəsihət ile el hasene yani gözəl yaxşı hikmətlə və gözəl və yaxud yaxşı öğüt nəsihət mauizə ilə Rəbbinin yoluna dəvət et. Və cadilhum yani burada cadilhum sözü mübarizə apar da deyə bilərik. Sonra söhbət et de yani kitabda bizə söhbət et kimi qeyd olunub. Sonra mübahisə et de deyə bilərik. Yəni hər bir mənası daşıyır. Və cadilhum yani onlarla mübarizə apar, onlarla söhbət et, onlarla mübahisə et. Billeti yani burada bir yani billeti hiye ahsanu bir yerde tercüme etsek billeti yani o şey ki çünkü ellezine o şey ki hiye o ahsanu en güzeldir. Yani en güzel surette desək daha yaxşı olar. Onlarla en güzel surette, en güzel tərzdə də deyə bilərik. Söhbət apar, mübarizə et, mübahisə et. Sonra İnnə həqiqətən Rabbəkə sənin Rəbbin huvə o ə'ləmu burada huvə yaxşı mənasına gedir ki yaxşı yəni əsl yaxşı əsl ə'ləmu daha elmlidir, daha yaxşı tanıyır, belə də demək olar, yaxşı tanıyır. Bimən yani da şəkil kimi tərcümə edirik. Mən dalle yani zalle kimi yani zəlalətdə olana, azanlara, yani azanları da yaxşı tanıyır. Əndan şəkilçisi səbilihi yani onun yolu. Yani onun yolundan. Yani bura qədər tərcümə etsək bu hissəni həqiqətən Rəbbin yolundan azanları, zəlalətdə olanları yaxşı tanıyır, yaxşı bilir. Yaxşı biləndir. Daha yaxşı biləndir də deyə bilərik. Çünki ə'ləmudur. Və huvə ə'ləmu və o yaxşı bilir. Yaxşı tanıyır. Daha yaxşı biləndir. Bilin muhtədin. Yəni muhtəd hədəyə sözündən yəni hidayət. Doğru yolda olanları. Yəni hidayət olunmuşları da deyə bilərik. Ümumi tərcümə də belədir ki deməli hikmətlə və gözəl öğüt nəsihət sonra moizə dedik. Moizə ilə Rəbbinin yoluna dəvət et. Onlarla ən gözəl surətdə, tərzdə söhbət et, mübarizə apar, mübahisə et. Həqiqətən sənin Rəbbin yolundan azanları, zəlalətdə olanları da daha yaxşı tanıyır, daha yaxşı biləndir. Və doğru yolda olanları da, hidayət olunmuşları da daha yaxşı tanıyır, tanıyandır, biləndir.
Davam edirik. 8-ci ayəmiz Əhzab surəsi 17-ci ayədir. Əhzab surəsi 17-ci ayə demək. Ayəmiz əvvəldən başlayıb və axıra qədərdir. Bismillahirrahmanirrahim. Demək. Qul, yəni de. Mən, kim, o kəs ki, vəlləzi, bu, əlləzi, o kəs kimdir, belə deyək. De, qul, mən, kimdir, vəlləzi, və burada həzə mənasındadır. O kəs ki, belə deyir. Və əlləzi, o kəs ki, demək, de, kimdir o kəs ki, demək, ya'simukum, yəni kum sizi, yəni qoruyan, yəni sizi qoruyan kimdir? De, sizi kimdir o kəs ki qoruyar? Minəllahi, Allahdan sizi, de, sizi kimdir o kəs ki Allahdan qoruyar? Belə daha düz tərcümədir. Əgər əradə istəsə, bikum, sizin üçün suəən, yəni daha doğrusu suən, yəni pislik, çirkinlik, belə deyək, bir pislik, yoxsa və yaxud əradə istəsə, bikum, sizin üçün rəhmə, yəni rəhmət, bağışlanma. Bura qədər tərcümə etsək, bizə rahat olsun deyə. Əgər Allah sizin üçün bir pislik və yaxud və ya bir rəhmət istəsə, diləsə, bura qədər tərcümə edək. Və, yəni inkardır. Yecidune və onlar tapmazlar ləhum, özləri üçün yaxud onlar üçün, yəni onlara tapılmaz, belə daha düz olar. Vələ yecidune və onlara tapılmaz ləhum, onlar üçün min dunillahi, Allahdan qeyrisi, Allahdan başqası. Vəliyyən, nə bir başçı, çünki inkarla başlayıb, vələ nasira, nə də bir köməkçi. Yəni onlar üçün nə bir kömək, nə köməkçi, nə də ki Allahdan qeyri bir demək, yəni tapılmaz. Onlar üçün Allahdan başqa tapılmaz. Ümumi tərcümə etsək, deməli, de, sizi kimdir o kəs ki Allahdan qoruyar? Allahdan qoruyan, de, sizi Allahdan qoruyan kimdir ki o kəs? Mən sözbəsöz tərcümə edirik indi. Amma yəni sözbəsöz bizə rahat olsun ki, mənacan başa düşək. Amma belə tərcümə etsək, Əhzab surəsi 17-ci ayəmizi, burada belədir, de, sizi Allahdan kim qoruya bilər? Belə də deyə bilərik. De, sizi Allahdan kim qoruya bilər? Əgər Allah, yəni burada Allahdan söhbət getdiyinə görə, əgər Allah sizin üçün bir pislik, yaxud bir rəhmət diləsə, onlar özləri üçün, burada ləhum özləri üçün Allahdan başqa nə bir himayədar, yəni nə bir dost, nə də bir yardımcı tapa bilməzlər. 9-cu ayə Əhzab surəsi 64 və 65-ci ayələr. 64 və 65-ci ayələr. Bu ayələr elə əvvəldən elə axıra qədərdir. Bismillahirrahmanirrahim. İnnəllaha, həqiqətən Allah, lə'ənəl kafirin, yəni lə'ənə ilə lənət deməkdir. Lənət elədi kafirlərə. Yəni şübhəsiz ki, Allah kafirlərə lənət eləmişdir, ya da elədi. Demək ki, və əəddə və hazırladı ləhum onlar üçün səira, yəni səira yanar od deməkdir.
və onlar üçün yanar od hazırladı. Həqiqətən Allah kafirlərə lənət elədi və onlar üçün yanar od hazırladı. 65-ci ayə. Xalidinə. Xalidinə, yəni əbədi qalacaqlar. Fihə, orada, fidadə, hə, o, orada, əbədən, əbədi. Yəni xalidinə qalacaqlar. Fihə, orada, əbədən. Orada da əbədi qalacaqlar. Lə yecidunə, tapa bilməyəcəklər, tapa bilməzlər. Vəliyyə, demək bir vəli, dost, himayədar. Və lə nəsira, nə də bir yardımcı. Ümumi tərcümə etsək, şübhəsiz ki, yəni həqiqətən Allah kafirlərə lənət elədi və onlar üçün yanar od hazırladı. Orada əbədi qalacaqlar. Özlərinə nə bir himayədar, nə bir dost, nə də bir yardımcı tapa bilməzlər. Ya da tapa biləcəklər, yəni belə də eləmək olar. Nə də bir yardımcı tapa biləcəklər. Ən sonuncu ayəmiz 10-cu ayə Cəsiyə surəsi 19-cu ayədir və ayəmiz əvvəldən deyil. Bismillahirrahmanirrahim. Və innə zaliminə, və həqiqətən zalimlar, bə'duhum, onların bəziləri əvliyə, başçı, dostdur, başçıdır, himayədardırdır. Bə'dun, bəzilərinin. Biz bayaq da demişdik, bə'duhum, bə'd sözünü bir-birini demək olar. Həqiqətən zalimlar bir-birinin dostudurlar. Necə ki, möminlər bir-birlərinin dostu olduğu kimi, burada da həqiqətən zalimlar bir-birinin dostudurlar. Vallahu vəliyul muttəqin, və Allah dostdur müttəqilərin. Yəni Allah isə, belə də demək, Allah isə müttəqilərin, təqvaların dostudur. Bu qədər uzun çəkdiyinə görə üzr istəyirəm. Yəni bundan qısa alınmazdı. Çünki məcburuq ki, hər bir ayəni daha detallı üzərində dayanaq. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.